saxladıq maşını, orada bir çox adamlar vardı, məni tanıyırlar. Mən bütün sayğın, bütün şəhərlərdə olmamışam, bütün dünyanı gəzmişəm, məni Səfxan kimi tanımırlar. Demək, bir nəfərlə görüşdüm, Naburdan idi, dedim ki, Çalova gedirəm, deyir ki, Səfxan 40 illik yüklü idi, dedim, hə, ora gedirəm. Xilmilidən bir nəfər vardı, onunla görüşdüm, dedi ki, Səfxan yüklüyünə gedirsin, dedim, bəli. Sonra orada başqa kəndlər var, Bəşlərdən bir nəfərlə görüşdüm, hamısı dedi ki, Səfxan yüklüyünə gedirsən, dedim, bəli. Bu hamısı Səfxan qazının təsirindəndir. Və Behman müəllim dedi ki, Səfxanın işığına yığışıqlar yox, Səfxanın qazının təsirində yığışmışsınız. Allah düşmənləri deyilsin. Əlbəttə, bunlar bizarmadır. Bir də Tərxan müəllim demişdi ki, bugün burada başqa söz deyənlər də olacaq, başqa adamlar da olacaq. Çünki saat 5-də biz getməliyik, Behman müəllimdən gedəcəyik, müəyyən səbəblər üzündən getməliyik, saat 5-də gedəcəyik. Qazaq elə bir zonadır ki, orada hamısı aşıqdır. Necə bizim Şirvanda olan kimi. Bir gün Sovet hökuməti dövründə Qazaxa bir katib göndərirlər. Deyirlər ki, Qazaq cəmaatı işləmir, bunları işlətmək lazımdır. Katib gəlir rayona birinci mavinlə, ikinci mavinlə çağırır, deyir ki, niyə bu cəmaat işləmir? Mavinlər deyir ki, ay katib, sabah gözünü çıxarsan Qazaxa görərsən, niyə işləmirlər? Sabah katib çıxır, birinci mavinlə, ikinci mavini götürür, gəlir, düşür Qazaxda, birinci qapını döyür, salam əleykum, əleykum əssalam. Dayı, sənə qurban olub, mən bu kəndə katib gəlmişəm, sabahdan lafatkanı götürüb bostana çıxmaq lazım. Deyir, dərdin alım, mən aşığım. Mən niyə sənətkarıyam? Mən ki, sazdır, sözdür, mən ki, torpaq döyür, lafatça döyür, ki, olmuşdur qapıya. Katib keçir, ikinci qapını döyür, görür bir caval oğlan əyində aşıq paltarı toya gedir, deyir, dayı, mən buna nə deyim, toya gedir, keçir üçüncü qapıya. Üçüncü qapını döyür, görür bir qoza kişi çıxır, dayı, salam, əleykum, əleykum, əssalam. Deyir ki, dayı, mən bura katib gəlmişəm, cəmaatı işlətmək lazımdırsa, Allah'ın gəli gözünü çıxardı. Deyir, dərdin alım, yox, mən aşığam. Mən ki, eldir, sənətdir, sözdür, toyxanədir. Mən ki, torpaq döyür, ki, olmuşdur qapıya. Katib bütün Qazaxı gəzir, görür, hamısı deyir, aşıq. Birinci mavinlə ikinci mavin deyir ki, gördün yoldaş gəlir, bunlar hamısı aşıqdır, bunlardan işləyən olmaz. Deyir, bəs neyniyək? Birinci mavin deyir, bir çarə var. Burada bir Urus var, Rusiyadan gəlib, bir aydır. Gedir Urusa deyə yarmanda götürüb 5-10 hektar sahib işləyəcəklər. Deyir, gedək, gəlib qapını döyürlər, bir saqqalda bir iman çıxır, salam əleykum, əleykum əssalam. Adın nədir? Deyir, Fedyadır. Arvadın adı nədir? Deyir, Nadyadır. Deyir, Fedya, sabah Nadyanda götür, çıx tardiyə tarlanı işləmək lazımdır. Fedya qaydı deyir ki, dərdin alın, mən aşığam. Katib deyir, nətər oldu bu Qazaxımız aşıqdır, sən Rusiyadan gəlmişsən, ne üçün aşıq oldun? Deyir ki, sazı gətir ver mənə, mən basım sənəmə, deyir, sən qolaq as, gör, aşıq mənəm, yoxsa bu Qazax cəmaatı. Sazı gətirib verirlər Fedya, Fedya sazı basır sinəsinə, katib oturur qozağazın dibində çay içir. Fedya deyir ki, vurğulayan telli sazım öz adımdır Fedya mənim. Ustadımdır aşıq bizdə şəhərdir Nadya mənim. Köçüb gəldi Rusiyatdan, evi aldı Şahmuratdan. Əslimiz Leningraddan, atalığımdır Kolya mənim. Deyir ki, orada getdim hərdən gün keçirdim Çorç sinimlə. Hristiyan olsam da mən bırakırdım oğla mənim. Aldatsam ay katib, hər gah səni mən, düz deməsəm iş dilindən, istədiyin sözlərdən əcdadıma yolla mənim. De çalın misri dilqəmi, ruhani yanıq kərəmi, çalmasam öz lafatkəmi, öz başıma zolla mənim. Katib deyir, sən öl, bu boyda Qazaxda bir dənə aşıq varsa o da Fedyadır, sabah işə çıxmalım. İndi bu məclisin deyəsən Fedyası ilə mənim. Bir də deyir ki, həyatda elə adamlar var ki, həyat sözündən, həyat sözünü dəyişik salır. Elə adamlar da var ki, başı yekə adamlarla yekə baş adamları dəyişik salır. Həyatda elə adamlar var ki, bostandan kartof əkər. Bir aydan sonra, 2 aydan sonra soğan çıxar. Fərqinə varmaz fikirləşmək ki, mən kartof əkmişdim, niyə soğan bitdi? Elə doldurar kisələrə, göndərər bazara ki, çörək pulu olsun. Amma adam var ki, kütükdən seçər. Deyər ki, bu saqqal tüküdür, bu buğdu tüküdür, bu da baş tüküdür. Adam var ki, deyərsən ki, yanından bir dəvə keçdi, görmədin ki, deyər ki, görmədim. Nəsimi ki, bu boğazından çıxartanlar dərisini, deyər ki, görməmişəm, öldürənlər deyər ki, görməmişəm, dəvədədir. Amma adam var ki, bircə şeydə peysərinə bəs eləyər. Deyər ki, bir dəvədədir, 40'ını gördüm, bax, o qapıya apardılar. Bastırar adama səni. Adam var ki, deyərsən ki, yay günündə xəstəmiz var, baba dağdan qar gətirmək lazımdır.
Deməzsiniz, neydən gətirək, necə gedək? Deyər ki, mən bu yolları səndən yaxşı tanıyıram, düş qabağıma gedək qardaş. Amma adam var ki, yıxılarsan ayağına yalvararsan ki, yanıram bircə istəşən su ver mənə, yan keçər, deyər ki, atam deyil, əmim deyil, dayım deyil, qardaşım deyil, niyə verim axı? Hələ ürəyində bir söyər də deyər, dili qıçıyor. Adam var ki, 150 il ömür sürər, deyərsən ki, doymusan mı? Həyatdan kamı almışsan mı? Deyər ki, doymamışam. 150 il yaşamamışam, 150 il gün saymışam. 50-cə il ömür versin Allah mənə, görüm nə var, nə yox. Amma adam var ki, 40 il ömür sürər. Deyərsən ki, ölüm gözəl yoxsa həyat gözəl. Deyər ikisi də gözəl, ölüm də gözəl, həyat da gözəl. Doğmuşam həyatdan. Görüm, ölüm necə gözəldirmi? Və şair bundan sonra deyir ki, fələyin çarxına dolandı canım, ayıldım el mənə güləndən sonra. Gözümə dən verdim, dilimə ağır dostları tanıyıb biləndən sonra. Köş getdi, geridən geriyə qaldım, dalınca yeriyə qaldım. Nə öldüm, nə üzüb bəriyə qaldım, qazancım bu oldu gələndən sonra. Nə ola, ay səflam, ruhun şad ola. Xərcdə qalan ömür tək bir sağ ola. Yaşaya biləsən, canın sağ ola. Ölüm gözəl şeydir öləndən sonra. Əgər ölüm gözəl şeydirsə öləndən sonra, həyat gözəldir, onu yaşaya gözəldir. Mən arzu edirəm ki, dostlarım, qardaşlarım, qohumlarım, bu Şirvan torpağında sən elə yaşayasan ki, 40 ildən sonra həyatın ən gözəl günlərini, ən gözəl anlarını ölümün gözəlliyi qədər qiymətləndirə biləsən. Xahiş edirəm, Sərxanın sağlığını barda qaldıraq və xahiş edirək Elnarə xanımdan bu sağlığı gözəl bir mahnı, gözəl bir muğam. Elnarə xanımın səsində Şirvan torpağının harayı var. Elnarə xanımın səsində Sabirin Seyid Əzmi Şirvanın həyata keçməyən arzularının davamı var. Elnarə xanımın səsində Nəsiminin nakam məhəbbətinin, nakam sevgisinin, nakam ömrünün harayı var. Sözü verək Elnarə xanıma bir gözəl sağlıq, bir gözəl muğam, bir gözəl təsvir. Bu sağlıqdan sonra və bizim Sərxan qardaşımıza uzun ömür can sağlığı arzu edək. Buyurun.
və nə sakitdir. Kim deyə bilər ki, niyə görə sakitdir məclis? Sən yox. Kim deyə bilər ki, niyə sakitdir məclis? Yox, elə deyil. Elə deyil. Çünki məclisdə qadınlar yoxdur, arvadlar yoxdur. Bir gün Rəziyyət müəllimi məktəbdə uşaqdan soruşur ki, oğlum, təsəvvür elə ki, 6 arvad yığışıqlar bir yerə qutaq pişirirlər. Bir saat ərzində 10 qutaq pişirirlər. Saat yarım ərzində 15 qutaq pişirirlər. İkisi bir yerdə nə qədər edir? Uşaq da deyir ki, mən də. Əgər 6 arvad bir yerə yığışıqlar, orada çətin qutaq pişirir. Ona görə məndisimiz sakitdir. Və bir yax Mehman mənim dedi ki, biz Alif deyildik, indi Əlidir. Məni təqdim elədi. Bir cavan oğlan gəlir kəndə elçi göndərir, bir neçə dəfə qızı vermirlər ona. Bir gün gəlir qərara alır ki, qızı qaçıracaq. Qızı götürür, qaçırdır. Qonşu çəpərindən keçəsi olur. Kənd yeridir də. Maşını saxlayır kəndin qırağında. Qızı götürür, birinci çəpərdən keçir ikinci çəpərə. İkinci çəpərdən keçir üçüncü çəpərə. Üçüncüdən dördüncüyə keçəndə bağ sahibi bir bazı not olur. Görür ki, bağında bir oğlanla qız keçirlər heyva ağacının dibindən. Gəlir saxlayır bir ki, cavan oğlan, mənim bağımda nə gətirsən? Deyir ki, dayı, bu qızı Sumqayıtə qaçırıb aparma. Deyir, yaxşı, mənim bağımda niyə keçirsən? Deyir, bəs aradan keçir, yer yoxdur. Deyir, sən mənim bağıma quş-quşluq ilə girər bir-bir. Mənim bağıma girib günah işlərini sizi keçir də öldürəcəm, kəndə şahadatınızı deyil. Oğlanla qız ikisi də kəndə şahadatını deyirlər. Bu kişi baltanı götürür, qıza deyir, qızım adın nədir? Deyir ki, Məryəmdir. Deyir, yox qızım, səni öldürə bilmərəm. Mənim anamın adı Məryəmdir, səni anama bağışlayıram, keş bu tərəfə. Oğlana deyir ki, sənin adın nədir? Oğlan da deyir ki, dayı, mənim adım Süleymandır. Amma vallahi axır vaxtlar ilə mənə də Məryəm deyirlər. Mənim adım Alik idi, özüm axır vaxtlar Əliyəm. Çoxlarınız elə fikirləşər ki, mən yəqin ya Qubadlıdanam, ya Gəncədənəm, ya Qarabağdanam. Mən özüm Şirvanlı balasıyam, Nabur kəndinə, Məzvar kişinin oğluyam. Və bu gün Elnarə xanım elə oxudu ki, vallahi mən söz deyə bilmirəm. Şair ki, dedim Dilbərə, ey zalım, bu qədər də qan olurmu? Dedi, pərvanla yanmaqla Şama bir nöqsan olurmu? Bəz əhlinə ol şəkərlər, hər görəndə eylər qəzəb, öldürəndən sonra yarə görən peşiman olurmu? Həkimə götürüb pəndə, dedim bir oz var ciyərdə, dedi, Əli, belə dərdə həkimdən dərman olurmu? Elnarə xanım elə oxuyur ki, öldürür bizi, hisslərimizi öldürür, bizim mənəviyyətimizi öldürür, varlığımızı öldürür və yenidən bizi həyata qaytarır. Heç bir həkimdən dərman olmayan, heç bir həkimdən, heç bir təbibdən dərman olmayan dərdən öldürür bizi Elnarə və onun gözəl dostları, onun müşahiyyətçiləri, başda Mehman qardaşımız olmaqla Allah Mehmanın canını sağ eləsin. Şirvan torpağının yaraşıqlı kimlə fəxr eləyək? Sabirimiz yox, Nəsimimiz yox, Seyləzim Şirvanımız yox. Alimimiz var, Elnarəmiz var, Ağakərimimiz var. Gəlin Elnarə ilə fəxr eləyək, gəlin Ağakərimlə fəxr eləyək, gəlin Alim Qəsimovla fəxr eləyək, gəlin Mehmanla fəxr eləyək və xahiş eləyək bizim Elnarə xanımdan yenə də bütün sağlıqlarda əlbəttə Səfhanın sağlığı var, Səfhanın az günün 40 yaşının eşqi var. Bir muğamla yenə bizi öldürsün, yenə bizi dindirsin və biz də yenidən muğam aləminə qovuşaq, ölək, dirilək və bu məclisdə hamımız bir ömür yaşayaq, Tərxan ömrü yaşayaq. Tərxanın 40 illik ömrünün ən gözəl anlarını yaşayaq bu gündə və görək ki, bizim gözəl dostumuzun, gözəl qardaşımızın bu ziyafət məclisində, bu yaş məclisində, bu yubiley məclisində gözəl sənətkarımız Elnarə xanım şirin-şirin, avaz-avaz dinlənib və biz hamımız qulaq asmışıq. Ona uzun ömür, can sağlıqlar dilən şey Mehmanla bir yerdə. Buyurun Mehman.
Nagahan sayman her yerde beşer. Nagahan sayman her yerde beşer. Herkes etse günah bela derde düşer. Herkes etse günah bela derde düşer. Derdi sere derdi sere meymerde yaşar. Hem de yok
Abdullah dayı. Bizim planlarımız başkaydı. Abdullah dayımız özü durup geldi ki, bugün Sərxanın bu yubileyində özüm rəva bilirəm ki, bir söz deyəm. Dayı ki, övlada ənlərin bir cür məhəbbət olar, ataların bir cür məhəbbət olar. Aile özləri bilər, bir də bacı uşaqları bilər. Gəlin söz verək Abdullah müəllimə, bir gözəl sağlıq desin və Sərxana olan məhəbbətini, olan istərini özü desin, biz o istəri görək, o istəri duyaq. Buyur Abdullah dayı. Mən də sənin də böyümdə. Eyb yox. Hörmətli bu məclisdə iştirak edir. Əzizləri, siz xoş gəlmişsiniz. O gün olsun ki, sizin bütün şadlıqlarda Allah Teala böyük şadlıq qismət eləsin, şadlıqlarda demək iştirak edir. Atalardan qalma misaldır ki, yetimi daima bibi saxlar. Əmi çox yetim saxlamaz. Söz yok, şükür Allah, atası da, anası dünyanı demək, ruhun bağışlayıb, dünyadan gedib. Mən bu uşaqları çox istəyirəm, həm də fəxr edirəm. Daranın oğlu Serpis istəyir ki, Yunanlarla müharibə aparsın, atasının planını devam etdirsin. Onun dayısı deyir ki, oğlum, Aton o planı çəkmişdi, sen gitme onun dalıcan. Deyir, yok olmaz. Dardanel siz bilirsiniz ki, dünyada yeganə limandır ki, paytaxtdır ki, İstanbul, iki qitədə yerləşir. Asiya, həm də Avropa, bu sabahlı yoldaşlar, siz bilirsiniz nə deyirəm. Bir gün bu neçə divisiya ilə keçir, Dardaneli Yunanistana hücum etmək üçün, sonra bu şadlıqdan başlayır ağlamağa, Serpis. Dayısı deyir ki, ne için ağlayırsan, məğlub olursan? Deyir, yox, mən vaxt olacaq, bu qədər divisiya ilə keçirəm, bu təntənə, bu haqq qalmayacaq. İndi mən qeyd edirəm ki, şükür Allaha, bugünkü gündə siz bu məclisdə oturmuşsunuz, daha çox Sərxanın dostları gələ bilərdi. Siz əzizlərisiniz. Demək olar ki, mən fəxr edirəm ki, mənim belə bacım oğlanları var. Demək, bir şadlıqdan adam ağlayar, bir də qəmdən ağlayar. Hətta tarixlərdə var, 3 sərkərdə şadlıqdan rəhmətə gedir. Vaxtı ilə tarixlərdə. Mən şad oluram ki, mən o talih duaları, Baxt Yıldızları 3-cü kitabımdır. Orada mən bir şey yazmışam. İndi Humsi mənə bir şey danışdı. Dedi ki, hüzurdan gəlmişik, Sumqayıtdan. Mən orada 512 nəsiyyət yazmışam gənclərə. Ailəli bir yerə gedəndə ailənin hamısını aparmayın. Bədbəxt hadisə verər, üz verər, qapı bağlı qalar. Deyir ki, bir ailədə qapı bağlıdır, biz oradan gəlirik. İndi bu nəsiyyətlər özü yaxşı idi. Mən yenə fəxr edirəm ki, məsələn, balamı Allah rəhmət eləsin, onun hüzurunda 15 iyulda mən iştirak elədim. Çağırmışlar məni orada. Orada könül. Deyəsən, elə Məmməd Əmin də Nizaminin nəvələri biz ikimizik. Bunlar hamısı Vaşinqton nəvələridir. Ürəyimizə çöyrə atmasan. Bugün Vaşinqton nəvələrindən varsa onlara qurban olun mən. Yox, deyil. Şırqalan var, şırqalan. Bu yaxınlarda Alim Qasımov Fransada olandan sonra çox qeyrətsizləsinə, çox haqsızcasına alimin televiziyada gecə kanalında Əlbaba Məmmədovun Habil Əliyev tənqid elədilər və səhv elədilər. Çünki alim indi sənə səndən desən, neynərsən, mənə gülüb neynərsən. Bu mahnı 95-ci ilin Şah mahnısı adını aldı. Amma bu yaxınlarda ekran efir qəzetində oxumusuzsa, Məmməd Aslan, şair Məmməd Aslan mənim qələmdaşımdır, götürdü İlhamanı tənqid elədi ki, bu mahnı düz oxunmur. Çünki buradakı sözlər bizim milli keyfiyyətlərimizə, milli xüsusiyyətlərimizə düz gəlmir. Nəyə görə? Çünki İlhama
deyir ki, neynəsən mənə gülüm, neynəsən? Deyir, axı, o misal gətirir ki, əgər İlhamə deyirsən ki, neynəsən mənə gülüm, neynəsən? Bir qədim xalq mahnısı var. Deyir, əlbəttə də gələrsən gülüm, görsən də mən neynərəm. O mahnının cavabı oldu, amma sən bilirsən. Bugün mən söhbəti ora gətirirəm ki, burada Kamal adında bir dostumuz oturur. Bu ailənin yaxın dostudur, Tərxanın yaxın dostudur, Mehman müəllimin yaxın dostudur. Yəni, bu Çavur kəndində yaşayan bu gözəl qardaşların dostudur. Kamal İsmail'də mən kasetə baxmışam, Alim Bulaq açıb və o kasetin açılışına baxmışam. Böyük təntəni ilə Alimin adına bir bulaq dikdirdi. Həmişə qoy Kamal qardaşın ömrü bax o bulaq kimi çağlasın. Və həmişə Kamalı biz Azərbaycanın gözəl xeyriyyəsiləri kimi tanıyaq və Azərbaycanın Şirvan adlı torpağında gözəl sənətkar olaraq belə qayğının, belə xidmətini həmişə tərəfdaşı görək. Kamal bu məclisədir. Mənə dedilər və Kamal qardaşı bura dəvət edir. Gün o gün olsun ki, Elnarə bulağı tutmuşsun İsmail'da, Əli bulağı tutmuşsun, Mehman bulağı tutmuşsun İsmail'da, biz də gələk iştirak edik. Kamal qardaşını xahiş edək, bura zəhmət çəksəydi. Burada da Kamal. Hoş geldin. Tam ki, bugün Sərxanın 40 illik yubileyində iştirak edebilirəm. Sərxanla olan bütün görüşlərim elə həmişə bizim üçün tərbiyə məkləbi olur, əxlaq dərsi olur. Sərxan, sizi bu 40 iliniz tamam olmaq münasibəti ilə mən bütün İsmail'də torpaqlarla təbrik edirəm. Sizi İsmail'də dağlar boyunda yerləşən İstusu torpağın adından, İstusu cəmaat adından təbrik edirəm. Xüsusən anamın adından təbrik edirəm, uşaqlarımın adından təbrik edirəm. Və sizə hamının arzuları olduğu kimi mənim arzularım bu Qobustan torpağında ən yüksək dağ, ən uca dağ hansıdırsa, sizə o qədər yüksəklik, o qədər ucalıq arzu edirəm. Bu Qobustan torpağında ən təmiz su hansıdırsa, o suyun təmizliyi qədər təmizlik, bərəkət arzu edirəm. Bu Qobustan təbiətində ən gözəl nimət nədirsə, o qədər gözəl nimət arzu edirəm. Bu Qobustan torpağında ən uzun ömürlü nimət nədirsə, sizə o qədər mən uzun ömür arzu edirəm. Qoy, elə bu Qobustan torpağının ab-havaları qədər sizdə ab-hava olsun. Qoy, sizin kəndinizin üstünə düşən nur qədər sizdə nur olsun. Bu həyat heç və bundan sonra da bir şeir deyəcəyəm. Şeir Musa müəllimin şeiridir, mən Musa müəllimdən... Musa Yaqub deyiləm. Musa Yaqub deyil. Onun bu şeiri var, zəmidə tək qovaq vardır, kəstilər. Bu yurd yeri adlanan yer olub, zəmi yeri olub. Cəmaat gedirmiş həmin ağacın altına döşərgəsini salırlar, nə bilim, Tirlifə çıxanda gedib yığılışıb şirin-şirin söhbətləri eləyiblər. Nənələrimiz, analarımız bu dağında yürüyüb, yürədib, uşaqları ilgiləniblər. Bu sonradan kimlərsə gəlib deyir ki, bu ağacı kəsmək lazımdır. Taxıldan da nəkə görə çox taxılımız olsun. Bir deyir ki, kölgəsi də əkilmişdi, nə olar? Güya bir sümbül üstə əstilər, nəhəng idi bir əsrdən yadigar. Zəmidə tək qovaq vardı, kəstilər. Sahil boyu sızıldadı harayı, itdi izi o qüdrətin, o gücün, tala-tala torpaq yuyardaq çayı. Amma burada bircə qarış yer üçün, zəmidə tək qovaq vardı, kəstilər. Quraqlıqda neçə sümbül qovrular, arıq dəmi küləklərdə sovrular, zəmin üstə təndirlənən istilər. Amma burada bircə ovucdən üçün, yerdən göyə, göydən yerəndən çəkən, zəmidə tək qovaq vardı, kəstilər. Bu zəminin düşərgəsi hardadır? Baş salmağa bir kölgəsi hardadır? Çadırlanıb torpaqlara işləyən, yurd yerinin küləklərlə kişniyən, yaşıl yala ürgəsini kəstilər. Tikmədilər, vurmadılar, yıxdılar, üzümüzdən kölgəsini kəstilər.
Baba əkib, ata əkib bu yeri, amma qovaq pöhrələnib, tellənib, nənələrin yaşıllaşıb dünyası, budağında yürüyümüz yerlənib. O da elə ömür idi, gün idi, gün yaşını, il yaşını kəsdilər. Aylı gecə, bulud aram, göy aram, gümüşlənən çırağımı kəsdilər. Bir də gəlib baxıram kötüyünə, mənim ayağımı qızəmidən kəsdilər. Ambarımda 5 cümbüllükdən artdı, o tikəni çörəyimdən ayırdım. Ürəyimdə bir yaşıl ümid qaraldı, o ümidi ürəyimdən ayırdım. Sızıldadı ürəyimin telləri, yurd yerini batdı şükürdürləri. Çox sağ olun, minnətdarım. Sağ olun. Şamal müəllim, çox sağ ol. İşte şehir durduğunuza göre Musa müəllim dediniz, ola bilsin kimisə çaşdıra bilərdiniz. Musa Yaqub Şirvan torpağının Sabirin davamçısı, Seydəzim Şirvanının davamçısı, Nəsiminin davamçısıdır. Musa Yaqub üzü tutur göylərə, yaxın qara deyir ki, sənin ki bu qədər təmizliyin var, sənin soyuğuna üşmək olar. Budur poeziya. Amma mən deputatlar seçkisində Musa Yaqubun adını görəndə ki, o da deputatlığa namizədini verir və deputat seçiləcək. Qəlbimdən bir söz keçdi, şair. Hökümdarın huzurunda satan. Gərək belə olmaydı. Musa Yaqub heç vaxt siyasət aləminə qarışmayıb, yenə qarışmaydı. Bir də şair deyir ki, 7 qat səcdə qıldı, 7 qat əyir. Zalimdan məzluma hay olmaz. Hər sayıb sayılan sahib say deyil, hər saya gələndən say olmaz. Min bir qiyafədə gəlsin səhniyə, aslar bizə bəlli təzə köhnəyə, min çayı döndürüb bağla dəhnə, dəhnələr çandan çar, olmaz. Qanında yoxdursa ha daşdan süzül, ha əlləş, ha vuruş, ha əzil, büzül, nə qeyrət dəvədir, nə namus qızıl, qardaşdan qardaşa pay, olmaz. Tanrının bəndi ilə yoxdur qərəzi, var şöhrət mərəzi, gözəl mərəzi. Hər şeyə ölçüdür mizan tərəzi, ağırda yüzülə pay olmaz. İbrahim İlyasını dolanar bir hal, yerə gir, göyə gir, hökmdür bu hal. Ağsaqqalsız millət, aşırsız mahal, aqilsiz məmləkət, pay olmaz. Bugün bu məclisə aşıl olmalıydı, Şirvan aşıqlarından bir nümunəsi, bir nümayəndəsi olmalıydı. Amma elə Elnara xanımın uşaqlar oxuduğu bütün musiqi nömrələr, bütün muğamlar aşıq ruhunda, aşıq nəfəsindədir. Mehman qardaşımızın çaldığı bütün təsvirlər hamısı aşıq ruhundadır. Bugün İlhan qardaşımız bir dostumuzu dəvət edib, bura skripka çalandır. Skripka çalır, Rövşən qardaşımız. Xahiş edək Rövşəndən bir skripka ilə Azərbaycan muğamını çalsın, Azərbaycan təsnifini çalsın. Çoxları vaxtilə Kamil Cəlilov Qaboyda Azərbaycan musiqisinin muğamını çalanda çoxları etiraz edərlər, deyirlər, sığışmaz Azərbaycan muğamını. Qaboya Kamil Cəlilov sığışdırdı. Natiq Əliyev tələbə dünyasında, tələbə səsində Adiyetlik üstündə oxuyanda skripka Azərbaycan muğamını yerləşdirəndə deyirlər, yerləşməz Azərbaycan muğamı skripka Natiq Əliyev yerləşdirdi. Saksafonda çalanda, Yusif qardaşımı çalanda dedilər ki, Azərbaycan musiqisi saksofona yerləşdirilər. Azərbaycan musiqisi saksofona. Bugün gözəl dostumuz, Rövşən qardaşımız öz skripkasıyla Azərbaycan muğamını, Azərbaycan mahnısını məclisə qonaq gətirib, gəlin sözü verək Rövşənə. Bir gözəl muğam, bir gözəl mahnı ilə bu məclisə bir yaxşı salam yetirsin, təbrik edirsin və hamımız deyək ki, Allah Səbxanın canını sağ eləsin ki, belə məclis qurub, belə qonaqlar dəvət edib, belə məclis, belə şadyanalıq yaradıb və biz də gəlib orada iştirak edirik. Həmişə sənin həyatında çox şənlik olsun, belə şənlik olsun Səbxan. Sənə can sağlığı, uzun ömür və sənə xoşbəxtlik arzu edirik. Buyur.
Bu gələr ceylan